Əməkdar artist Coşqun Rəhimov Günaydın Azərbaycan verilişində qonaq olub. Coşqun Rəhimov ilk dəfə həyat yoldaşınla danışıb. İnsanın ən yaxın dostu ailəsidir. 2 övladım, 2 də nəvəm var. Heç biri mənim yolumu getməyib, amma çox istedadlı uşaqdılar. Həyat yoldaşımı özüm görüb bəyəndim. Onun da məndə ürəyi var imiş. Sonra tanışlıq elçilik oldu. Məndə çox yaralar var, amma onlar mənlə gedəcək. Ayaqda durmağımın səbəbi övladlarımdır. Səhhətim yaxşıdır. Həyat yoldaşım məni qısqanır. Bu gözəl bir şeydir. Bu sevginin bitməməyi deməkdir. Amma bir-birimizə güvənimiz tamdır. Aktyor müsahibə əsnasında anasından söz açaraq kövrəlib. Ümumiyyətlə keçmişlə yaşamıram. Dünənki günümü sevmişəm. Sabahki günümü fikirləşmişəm. Dünənki gün bitib. Onun haqqında düşünüm, o haqda beynimi yüklüyüm, elə bir şey yoxdur. Anamın dünyasının dəyişdiyi günün olmamağını istəyərdim. Anamız bizim dünyamızdır. O gedəndən sonra çox boşluq oldu. Yuxumda da görmürəm. Həyat yoldaşımla gedib onun qəbrini ziyarət edirəm. Amma gedəni qaytarmaq olmur. Yeri çox bilinir. Müğənni Xatirə İslam dostu əməkdar artist Vasif Məhərrəmlidən danışıb. Sənətçi Zarla Günaydın verilişində onun ünvanına təriflər yağdırıb. Özüm də səhv etmişəm və hər dəfə məni bağışlayıb, hər dəfə hiss etmişəm ki, məni itirmək istəmir. Bu cür insanları qoruyub saxlamalıyıq. Müəyyən şeylərdə fikirlərimiz düz gəlmir. Əməkdar artist Nüşabə Ələsgərli həmkarı əməkdar artist Vasif Məhərrəmlinin xaş hambal yeməyidir fikirlərdə münasibət bildirib. Bu haqda sənətçi qonaq olduğu tarixin bir günü verilişində deyib. Ələsgərli sözügedən məsələ ilə bağlı fikirlərini bu sözlərlə nəql edib. Elə bir zamana gəlmişik ki, ağzından çıxan hər sözü bişirib sonra deməlisən. Çünki bu sonradan böyük reaksiyaya səbəb ola bilər. Bəli, tarixdən biz bilirik ki, xaş tutumlu yeməkdir. İnsanın imkanı yoxdur ki, gün ərzində 5 dəfə yemək yesin. Bir xaşı yeyəndə gün ərzində onun qarnını doyururdu. Məsələn, piti yemək haqqında da belə deyirlər. O da tutumlu və qarın doyuran yeməkdir. Pitinin suyuna çörək doğrayıb yeyirlər. Bu olur birinci yemək. İçində olan digər məhsulları isə əzirlər, bu da olur ikinci yemək. Burada axı nə var? Tutumlu, doyumlu, vitaminli, gözəl yeməklərdir. Deyiliş forması pis olanda insanları qıcıqlandırır.